Federasiya Prezidenti Orxan Əliyev, Muay Thai'ın bizim federasiyanın fəaliyyət istiqamətinə daxil edilməsi bu idman növünün kütləviliyinə və daha da inkişafına nail olmasına şərait yaradacaq. Artıq bu istiqamətdə işlərimizə start vermişik. Araz Musayevin Azərbaycan Kickboxing Federasiyasının fəxri prezidenti Suraxanı rayon icra hakimiyyətinin başçısı Adil Əliyevlə bağlı səsləndirdiyi fikirlərin heç bir əsası yoxdur. Bu daha çox özünə xal qazanmağa hesablanıb. Kənardan da eyni təəssüratı yaradır. Bu sözləri Azərbaycan Kickboxing Federasiyasının prezidenti Orxan Əliyev deyib. Adil Əliyev hal-hazırda federasiyanın fəxri prezidentidir. 2020-ci ilin sentyabr ayında federasiyaya prezident seçilmişəm. Onun Adil müəllim haqqında səsləndirdiyi fikirlər və əsassız iddiaları boş söz yığınağıdır. Onun özünə sual vermək lazımdır ki, sən nə vaxtdan dünya çempionu olmusan? Çünki onun dünya və Avropa çempionu kimi adı VAKO'nun rəsmi saytında yoxdur. Onun çempion olması ilə bağlı heç bir protokol və hüquqi sənədlər yoxdur. Dünyada onlarca idman təşkilatları var ki, qarışıq idman növlərini əhatə edən festivallar, dünya çempionatları təşkil edirlər. Həmin tədbirlərdə yığmaya üzv olmayan idmançılar, həmçinin ölkə çempionatında yer tutmayan və medal qazanmayan hər bir idmançı iştirak edə bilər. Bu təşkilatların beynəlxalq statusları yoxdur. Düzdür, bizim idmançılar da belə idman festivallarında və bu kimi beynəlxalq statusu olmayan idman təşkilatlarının dünya və Avropa çempionatlarında iştirak ediblər. Və bu yarışlarda iştirak edən hal-hazırda tanınmış idmançılarımız vardır ki, sonradan daha böyük uğurlara imza atıblar. Burada federasiyanın məqsədi təcrübəni artırmaq və kütləviliyə nail olmaq idi. Demək olar ki, federasiya rəhbərliyinin bu addımı öz müsbət nəticəsini verib. Bir məsələni diqqətə çatdırım ki, dövlətimiz Kickboxingdən dünya, Kickboxing təşkilatının, Muay Thai'dan isə Beynəlxalq Muay Thai Federasiyasının nəticələrini qəbul edir. Azərbaycanın VAKO'da rəsmi 14 çempionu var. Muay Thai'dan isə böyüklər arasında ölkəmizdə İFMA'nın dünya çempionu yoxdur. Orxan Əliyev Araz Musayevə dünya çempionu olması ilə bağlı məktublar verilməsinə aydınlıq gətirib. Bəli, federasiya tərəfindən ona məktublar verilib. Ona verilən məktublar ölkə çempionu olması ilə bağlı olub. Federasiya prezidenti Azərbaycan Muay Thai Federasiyasının akkreditasiyasının ləğvini Gənclər və İdman Nazirliyi etdiyini vurğulayıb. Bunun əsas səbəbi də fəaliyyətsizliklə bağlıdır. Ölkə çempionatını təşkil edə bilməyən federasiyanın müstəqil idman qurumu kimi fəaliyyət göstərməsi məntiqə uyğun deyil. Keçən ilin dekabr ayında Gənclər və İdman Nazirliyinin kollegiya iclasında kollegiyanın digər qərarı ilə Muay Thai idman növü Azərbaycan Kickboxing Federasiyasının fəaliyyət istiqamətinə daxil edilib və ölkə ərazisində yayılan idman növü kimi tanınıb. Bu barədə mətbuatda məlumatlar gedib. Nazirliyin qərar verməsinin əsas səbəblərindən biri fəaliyyətsizliklə bağlı olub. Muay Thai idman növünün Azərbaycan Kickboxing Federasiyasının tərkibinə daxil olmasını Gənclər və İdman Nazirliyinin kollegiyasının qərarına uyğun baş verib. Muay Thai'ın bizim federasiyanın fəaliyyət istiqamətinə daxil edilməsi bu idman növünün kütləviliyinə və daha da inkişafına nail olmasına şərait yaradacaq. Artıq bu istiqamətdə işlərimizə start vermişik.